Deməli uşaqlar, bugünkü dərsimiz erkən dövlət qurumlarıdır. Mən birinci xəritəmi çəkirəm. Bu olur Azərbaycanın şimalı, bu da olur təxmini Azərbaycanın cənubu. Şimalından 2 dənə çay axıtıram, Kür və Araz çayı. Cənubunda isə bir dənə Urmiya gölü çəkirəm. Zaten Araz çayından Azərbaycan bölünür 2 yerə, Şimali və Cənubi Azərbaycana. Burada da yazıram Xəzər dənizi. Mən dedim ki, Orta Tunc dövründə Azərbaycanda 3 dənə şəhər var. Naxçıvan, Qarabağ, bir də Urmiya. Və ən çox əhali məsələ orasındadır ki, Urmiyanın ətrafında idi. Naxçıvanda bir dənə yaşayırdı Naxçılar. Orta Tunc dövrü neçənci minilliklər oldu? Eradan əvvəl 3, 2-ci minilliklər, eləmi? Deməli, Naxçıvanda yaşayırdı Naxçılar. Qarabağda yaşayırdı Qarqar və ya Gərgər. Eyni tayfadır, indi türk dilində Qarqar da deyilir buna, Gərgər də deyir, qutardı. Keçirəm Azərbaycanın aşağısına. Burada yaşayır, bax aşağıda Urmiyanın cənubunda Lullubilər. Lullubin tərkibində var su və Turukkilər. Sonra Urmiyanın qərbində yaşayır Kutilər. Urmiyanın şərqində yaşayır Aratdalar. Sonra Xəzər dənizi sahili boyunca yaşayır Kaspi və Kadusilər. Kadusilər. Sonra Kassit tayfaları. Bir də burada Zagros dağları var idi, Zagros. Və burada da yaşayır Hurri tayfaları. Bunların hamısı yaşayır 3-2-ci minilliklərdə. Bax, gör Urmiya ətrafında nə qədər tayfa saydım. Urmiyanın qərbində Kutilər, cənubunda Lullubilər, Lullubin içində su və Turukilər, ən böyük ərazi Lullubilən idi. Urmiyanın şərqində Aratdalılar, Kassit, Kaspi, Kadusi, Huri tayfaları, nə qədər tayfa saydım gör. Niyə bəs Azərbaycan şimalından cənubunu müqayisə edəndə cənubunda əhali daha çoxdur? Çünki qonşu yaxşıdır. Kimdir bu qonşu? Mesopotamiya. Mesopotamiyaya indiki Ön Asiya hesab olunur. Ön Asiya və ya da biz buna deyərik indiki İraq və ya da deyə bilirəm elə Mesopotamiya. Məsələn, Yunanlar buna Mesopotamiya, Dəclə Fərat çayının arası olduğu üçün buna deyirlər Mesopotamiya, yəni 2 çayın arası. Burada ən aşağıda yaşayırdı Şumerlər. Şumerlərdən yuxarıda yaşayırdı Akkad. Akkaddan yuxarıda yaşayırdı Babil. Babildən də yuxarıda yaşayırdı Aşşur. Bunlar 4 dənəsi adlanırdı Mesopotamiya. Yəni bunların 4-ü də yerləşirdi 2 çayın arasında. Bir dənə Şumerin mənşəyi türk idi. Bu yerdə qalanların mənşəyi ərəb idi. Və qonşu yaxşı olduğu üçün Azərbaycan cənubu da inkişaf eləyirdi. Bunlar bir-biri ilə əlaqələr, ticarət əlaqələri, iqtisadi əlaqələr, siyasi əlaqələr qururdular və cənub inkişaf eləyirdi. Danışaq Aratdadan. Arat da yaranıb eradan əvvəl 3-cü minilliyin 1-ci yarısında. Yəni 3-ü də Orta Tunca aiddir. 3-cü minilliyin 1-ci yarısında yaranıb. Təbii ki, hamısının mənşəyi türkdür. Və elə 3-cü minilliyin 1-ci yarısında da süqut eləyib. 1-ci yarısı yaranıb, 1-ci yarısı da süqut eləyib. Ən çox Mesopotamiyanın ticarət və iqtisadi əlaqələr qururdu. Hətta Mesopotamiyaya gedib gələ-gələ bunların hökmdarı Ensi rütbəsi daşıyırdı deyənə, Aratdalılar da öz hökmdarlarına Ensi deyirdilər. Məsələn, biz prezident demirik, onlar da öz hökmdarlarına Ensi deyirdilər. Və burada Səhənd dağı var idi Aratdada. Səhənd dağının ətəklərində lacivant daşı var idi. Məsələn, bizdə yoxdur brilyant daş. Üzüklərin üstünə qoyurdular. Qaş deyirik də ona, daşdan düzəlirdi. Xırda-xırda qaşlar, firuzə qaş, almaz qaş. Eləcə də burada da Aratdada Səhənd dağının ətəklərində lacivant daş var idi. Aparırdı həmin daşları Mesopotamiyada mübadilə elirdi, dəyişirdi, nələrəsə gətirirdi. Yəni Aratda 3-cü minilliyin 1-ci yarısı yaranıb, 3-cü minilliyin 1-ci yarısı da süqut eləyib. Hökmdarları Mesopotamiyada olduğu kimi Ensi rütbəsi daşıyırdı və Mesopotamiyanın ticarət əlaqələri qururdu. Keçirəm Lullubilərə. Lullubilərin ərazisi Urmiyanın cənubundan Diyala çayına qədər uzanırdı. L hərfi, Lullubilər. Diyala çayına qədər uzanırdı. Və baxaq, nə vaxt yaranıb? 3-cü minilliyin 2-ci yarısında yaranıb, əsrlə desəm 23-cü əsrdə, 3-cü minilliyin sonunda süqut eləyib. Banisi İmmaşqun idi, özünü padşahlar padşahı adlandırırdı. Ən güclü hökmdarı isə Anubani idi. Anubani hətta onun dövründə Lullubilər nə ki uğur qazanırdı, onları Qələbə sütun adlı bir divar hördürmüşdü, onun üstünə yazırdı. Ərazi vilayətlərə bölünürdü. Vilayətlərə hakimlər idarə edirdi. Təbii ki, hakimlər hökmdardan asılı idi. Ərazisi Urmiyan cənubudan Diyala, Lullubi, Diyala çayına kimi idi. Mən bu məlumatı
alıram Anubaninin Sarı Nul yazılı kitabəsindən. Akkad hökmdarı, o yerə qədər bunlar Mesopotamiyanla dost olublar ki, burada Akkad dövləti yaranana qədər. Akkad dövləti yaranandan sonra başlayıb Azərbaycanı işğalçı yürüşlər eləməyə. Bununla da Lullubi və Kutinin Akkadla münasibətləri pozulub. Deməli, Akkad gələnə qədər hər şey çox gözəl idi. Akkad gələndən sonra münasibətlər pozuldu. İstər Lullubi, istər Kuti Akkadla mübarizə apardı. Hətta Lullubilər bir dəfə Akkada məğlub olublar birinci yürüşdə. 3 dəfə isə Akkadı məğlub eləyiblər. Kutilər isə Akkadı süqut etdirib ümumiyyətlə. Akkadı süqut etdirib giriblər Şumerə. Kutilər 100 il Şumerdə sözün yaxşı mənasında ağalıq eləyiblər. Akkad hökmdarı Naram Hüseyn 4 dəfə yürüş eləyib. Birincidə Akkad qalib gəlibdi. 3 dənə yürüşdə isə Lullubilər qalib gəlib. Lullubilər Aşurun Nuzi şəhəri ilə də ticarət əlaqəsi qurublar. Aşurda ən yuxarıda yerləşən dövlətdir. Sonra muzlu döyüşçü kimi döyüşlərə gedirdilər. Muzlu döyüşçü oldu ki, pulunu alırlar, gedirlər döyüşə. Kim kimlə dalaşır onlara maraqlı deyil. Keçdim Kutiyə. Kutidə Lullubi kimi 3-cü minliyin ikinci yarısında yaranıb, yəni 22-ci əsrdə. 3-cü minliyin sonu süqut eləyib Lullubi kimi. Dövlətə hökmdar idarə eləyirdi Lullubi kimi. Mənşəyi türk idi. Ərazisi Urmiyanın qərbindən İran körfəzinə qədər. Urmiyanın qərbindən. Lullubi cənubdan Diyalaya qədərdir. Bu Urmiyanın qərbindən İran körfəzinə qədər idi. Bunun da ərazisi vilayətlərə bölünürdü. Vilayətləri canişinlər idarə edirdi və canişini hökmdar seçirdi. Hərbi demokratiyaya əsaslanırdı. Yəni Kutindən Lullubini müqayisə eləsəm ən davakarı Kutidir. Lullubinin ərazisi böyükdür. Kuti belə deyək də dəli dolu idi. Hərbi gücü daha güclü idi. Hətta Akkadı süqut etdirmişdi. Bunlara el arasında deyirdilər dağ əjdahaları. Məsələn, Hurrilər də Zagros dağlarında yaşayır da, onlara deyirdilər dağ xalqları. Dağda yaşayırlar, dağ xalqları. Amma Kutilər də dağda yaşayırdı, bunlara deyirdilər dağ əjdahaları. Kutilər Akkadı süqut etdirərək 22-ci əsrin əvvəllərində girdilər Şumerə. 22-nin əvvəlindən 22-nin sonuna qədər düz 100 il, bir əsr 100 il daxı demək Şumeri idarə elədilər. Və Şumeri elə gözəl idarə elədilər ki, burada Şumerin şəhərləri dalaşırdı. Buna son qoydular ki, dalaşmaq olmaz. Xaricdən Şumerə hücumlar var idi, hücumların qarşısını aldılar. Hətta Şumer və Akkad canişinlərinin özlərinə tapşırdılar ki, gedin özünüz idarə eləyin. Amma nəticədə hətta məbədlər tikdirdilər, yollar saldırdılar. Nəticədə nə olacaq? 22-ci əsrin sonunda Şumerlər güclənəcək, Kutiləri buradan qovacaq. Və buradan qovulan Kutilər zəifləyəcək. Mən Kutinin banisi kimdir deyə, məsələn, Lullubi də banisi və ən güclüsü deyə bilirəm. Burada deyə bilmirəm. Burada mən 2 dənə hökmdar adı eşidirəm. Bir relyefin üstündə adı yazılan, divarın üstündə adı yazılıb, Şirpirinin adını eşidirəm. Bir də 40 gün hakimiyyətdə olan Trikanın adını eşidirəm. Trikan Şumerdən qovulan hökmdardır, 40 gün hakimiyyətdə olub. Hakimiyyət irsi deyildi, xalq seçirdi, seçki yolla idi. Dağ xalqları Hurilərə deyirəm, dağ əjdahaları isə Kutilərə demiş olurduq. Keçdik Turukkilərə. Kutilər Mesopotamiyadan qovulandan sonra zəiflədilər və 3-cü minliyin sonunda gedib süqut elədilər. Kutilər süqut eləyəndə, daha doğrusu Kutilərin buradan qovulduğu Akkadı Kuti süqut etdirib 22-ci əsrdə. Bu heç. Akkad 24-də yaranmışdı. 22-ci əsrdə Akkad K hərfi ilə Kutilər süqut etdirdi. Şumerlər Kutilər buradan qovandan sonra su tayfaları, aşağıda bir İran ərazisi var, Elam. İndiki İran dövlətidir. Elamla birləşərək Şumerin üstünə hücuma keçdilər. Eradan əvvəl 2003, yəni 3-cü minliyin sonunda Şumeri süqut etdirdilər. Baxın, Akkad K hərfinə yadımda saxlayıram ki, K. Akkadı Kuti süqut etdirdi. Şumeri isə Şumer. Şuna yadımda saxlayam ki, su tayfaları süqut etdirir. Su. Şumeriyə su tayfaları süqut etdirib. Akkadı Kutilər. Deməli, bu Mesopotamiyada olan 4 dövlətlə biz əvvəl çox yaxın dost idik. Amma sonra Akkadı Kutilər süqut etdirdi, Şumeri də su tayfaları süqut etdirdi. Amma Kutina Lullubi özü də zəiflədi. Bunların bir zəiflədiyi bir dönəmdə Su və Turukki, Lullubinin tərkibində olan Su və Turukki tayfaları gücləndi. Nə vaxtdan gedir söhbət? 3-cü minliyin sonu, 2-ci minliyin əvvəllərində. Turukki türk sözünün ilk formasıdır. Suyun gücünü gördüm ki, Şumeri süqut etdirib. Bəs Turukkinin gücü haradaydı? Turukkilər də gedəcəklər Aşurun Şuşa
Şuşarra vilayətini tutacaqlar. Aşşur bu 4 dənə dövlətin ən güclüsüdür. Şuşarra vilayətini tutacaqlar. Hətta Babilin də ən qüdrətli hökmdarı olan Hammurapenin dövründə Turuklər gedib Babildə məskən salıb, Hammurape onlara dillənməyib. Deməli, mən görürəm ki, Lullubi ilə Kuti güclü olanda Sunan Turukkinin səsi çıxmırdı. Lullubi ilə Kuti zəiflədi, Sunan Turukki gücləndi. Sunan Turukki güclənərək Şumeri süqut elətdirdi. Turukki gedib Aşşurun Şuşarra vilayətini tutdu və Babildə də məskən saldı. Amma nəticəyə gələndə, nəticədə Aşşur bütün bu tayfaların hamısını özündən asılı vəziyyətə salacaq. Aşşurun Nuzi şəhərindən ticarət əlaqəsi quran Lullubilərdir. Aşşurun Şuşarra vilayətini tutan isə Turukkilər hesab olunur. Sonra bu qədər tayfanın içində ancaq Aratda Lullubi Kuti dövlət yaradıb. Dövlət də demirik ya, buna dövlət qurumu, yəni balaca dövlətlər yaradıblar. Yəni Aratda Lullubi Kuti üçü demək dövlət qurumu yarada biliblər. Qalanlar sadəcə bir tayfa kimi qalıblar. Məsələn, mən Turukkiyə, Suya dövlət qurumu deyə bilmərəm. Məsələn, Kuti ilə Lullubiyə tayfa deyə bilərəm. Çünki onlar dövlət kimi zəifləyəndən sonra tayfa kimi qalıblar, qoşulub Sunan Turukkiyə, Aşşura qarşı mübarizə aparıblar. Amma mən Suya, Turukkiyə dövlət qurumu deyə bilmərəm. Dövlət qurumu 3 dənədir. Kuti, Lullubi, Aratda, yəni balaca dövlətlər. Bax, Turukkilər 2-ci minlikdədir. Kuti, Lullubi dövlət qurumu zəiflədi. Turukki və Su tayfaları gücləndi. Sonra Su Şumeri süqut etdirdi elanla birləşərək. Turukki Aşşurun Şuşara şəhərini tutdu, Babildə məskən saldı. Aşşurla dalaşıblar, amma nəticədə Aşşur demək hamısını tutub. Ərazilər Zəncana qədər uzanırdı. Yəni İran körfəzinə qədər. Turukki Türk adının ilk forması hesab olunur.